Bax, indi biz avtomobilimizi bu sağdakı əraziyə park etməliyik. Görsəm, orada qarşıda avtomobillər park etmək üçün kömək edən bir yoldaş var. O bizim üçün o konusu götürdü oradan ki, biz ora park eləyək. Xülasə, indi dayanmış avtomobillərə bax qızım. Mənim düşüncəmdə bunların içərisində məni qane edən bir dənə də sürücü yoxdur. Niyə? Çünki sürücülük baxımından da deyirəm, məntiqli, ağıllı sürücü olsalar avtomobili üzü o tərəfə saxlamazlar. Çünki çıxarkən avtomobili arxa-arxaya oradan çıxartmalıdırlar və bu da hərəkət hissəsində düzdür. Hansı məntiqə sığır hərəkət hissəsinə, yolun hərəkət hissəsinə, axının qarşısına dal-dala çıxasan. Ona görə park eləyəndə biraz əziyyət çək, eybi yox, üzü çıxışa dayan. Ki, sən çıxarkən rahat görə biləsən, gələn var, yoxsa yox. İndi biz avtomobilimizi orada dayanmış oğlanla qızlara, bax, ora park edirik. Yaxşı, necə park eləyə bilərik ora geriyə? Yəni, arxa-arxa. Ancaq L parkovkası. Bunun üçün, bax, o sağdakı bardurdan bir qədər aralı gedirik, yəni 2 metr təxminən. Və yan məsafəmiz qədər də onu ötüb keçirdik, düzdür? Əssalam. İndi qoyuruq erə, yoxlayırıq, yoxdur oradan gələn. Gözləyirik, çünki biz sükanı sağa çevirəcəyik, düzdürmü? Sükanı sağa çevirəndə əyləci bir qədər bıraq. Avtomobilimizin arxası hara gedir? Ön hissəsi isə sola. Ona görə onları gözləyirik. İndi əyləci bıraq və sükanı gedə-gedə çeviririk sağa. O tərəf təmiz, sona qədər çevir sükanı. Sona qədər. Onu da ötüşdür. O sənə yol verir. İndi baxırıq böyrümüzə. Nəyəsə dəymirik ki. Davam elə. Bir qədər gecikdik biz. Biraz əyləci bıraq. Sol güzgüyə də baxırıq. Yoxdur ki, bir dəyə biləcəyimiz nəsə bir sıxıntı. Əyləci bıraq. Qarşıya da bax. Düz oldu avtomobilimiz. İndi düzləşdir sükanı. Gedə-gedə 1, 2, əhsən. Bax, soldakı avtomobilə çox yaxın olmuruq ki. Yox. Yarım sağ əylə sükanı. Mən tərəfə biraz da get. Düzəld. İndi qızım, bax bura. Bax, düşün ki, bu bir daşdır. Bu daşı sənə nə sağ güzgü göstərəcək, nə sol güzgü göstərəcək, nə orta güzgü. Mən deyirəm, kameraya baxaraq avtomobil sürmək yaxşı bir iş deyil. Ancaq bu da olsun ki, gözdən qaçanları bu göstərsin. Buna bel bağlayıb maşın sürmə. Və bax, sağdakı barduru görə bilirsən. Dayanarkən də diqqət eləsən, çıxarkən sola çıxa bilməyəcəksən. Buradan çıxış eləyəndə sağa dönəcəksən. Sağda olan maniyəni yadında saxla, düşüb gedəndə. Bardur idi. Bardurla yan məsafən 1 metr idi. Dar döngə idi. Əyləci bir qədər bıraq. Bıraq əyləci. Yavaşca saxla. Deməli, mən buradan çıxarkən güzgün bardurun qurtaracağına çatanda sükanı çevirməliyəm ki, böyrümü o bardura çırpmayım. Təbii ki də soldan gələnlərə yol verərək. Yoxsa soldan gələnlərin xofuyla kör-körənə sükanı tez çevirsən, böyrümü çırparsan, sağda olan var. Aydın oldu. İndi əyləci axıra qədər basaraq, əl əyləcini düyməni sıxmadan qaldırır. Daha sonra P bölməsinə qoyuruq. Daha sonra ayağımızı əyləc pedalından götürə bilərik.